Lənkəranda torpaq sürüşməsi olub. Hadisə rayonun Separadi kəndində qeydə alınıb. 7 metr hündürlükdən 200 metr uzunluğunda torpaq qatı sürüşərək Ulum çaya tökülüb. Kənd sakinlərinin sözlərinə görə sürüşmə uzun müddətdir davam edir. Xüsusən də bu hala çaya sel gələndə daha çox təsir edirmiş. Əgər ərazidə təcili tədbirlər görülməzsə, sürüşmənin fəsadları daha ağır ola bilər. Bir-iki dəfə su gəlib daşıb, evin içinə də girib. Biz güc bəla ilə onu təmizləmişik, çıxartmışıq. Sonra ağaclarımız var idi, meyvə ağacları var idi. Alça ağacımız, feyxo ağaclarımızın hamısının çoxunu aparıb. Ümumiyyətlə burada malqara da saxlamaq olmur. Keçən il yox, iniş il. Bu bir dənə inəyimi apardı su. Qəbristanlıq da yaxındadır, 30-40 metrəyə yaxın qəbristanlıqdır. Əgər bizim evimizi aparsa su, qəbristanlığı da aparacaq. Yəni son 7-8 ildə aktivləşmə bizdə başlayıb, yağış yağdıqca sürüşmələr başlayır. Nə qədər burada meyvə ağaclarım vardı, xahiş edirəm bizə köməklik göstərsinlər, yəni bunun qarşısını alaq. Ora kimi gəlib bəlləşmə bizimdən qabağa gedib görə bilərsiniz. Bu tərəfi soruşduq, dedilər ki, vəsaitimiz yoxdur. Artıq görürsünüz ki, evə yaxınlaşır. Acınacaqlı vəziyyətdir burada, yəni yaşamaq olmur. Hadisə ilə bağlı Lənkəran Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin mühəndis hidrotekniki Ayıq Əliyev sözü gedən kənddə olub və əraziyə baxış keçirib. Sürüşmə ilə bağlı Lənkəran rayon Separadi kənd ərazisində Ulum çayın sağ sahil boyu deməli sürüşmə aktivliyi qeydə alınmışdır. Bu sel suların törətdiyi fəsadlardır. Bəli, deməli müraciət əsasında biz yerli idarə öz ağır ekskavator tipli texnika ilə burada yerli materialdan torpaqdan bəd vurma işi apararıq. Yəni vətəndaşa bundan sonra ziyan dəyməsin deyə. Növbəti dövrlərdə isə yuxarı distansiyalara, təşkilatlara müraciət olunacaq idarə tərəfindən və gəlib yerindəcə analiz götürüb laboratoriya işləri aparılacaq və layihə sənədləri hazırlanıb bənd vurma işi həyata keçiriləcək. Onu da qeyd edək ki, sürüşmənin qarşısını almaq üçün Ulum çayının sağ və sol hissəsinə 500 metrə kimi bənd vurulub.